Okay, now I wanted to explain this reading because it's a bit hard. You have challenges about it. Let's translate them into Azerbaijani. Survival of immigration despite economic problems. Immigration baxmayaraq, economic problemlər baxmayaraq immigration survival. Religious discrimination. Discrimination ayrı seçkilik deməkdir. Dini ayrı seçkilik, irq ayrı seçkilik və s. European immigrants, Avropa immigrantları. Prohibition of slavery in 19th century. 19-cu əsr qullarının qadağası. Prohibition qadağa. Looking for a new opportunity. Opportunity şans, imkandır. Yeni bir şans, imkan axtarmaq. Look for axtarmaq. Look forward. Səbirsizliklə gözləmək. American immigration in the 60s. Amerika immiqrasiyası 60-cı əsrlərdə. Measures to reduce immigration. Bir ölçülər, solutionlar, həllər axtarmaq. İmmiqrasiyanı azaltmaq üçün. Reduce, decline, bunlar sinonim sözlərdir. Reduce, decline. Okay, the second one, the first one is given. We should write the second one. Founded by immigrants. Colonists settled the land, United States. Most immigrants were from England. Others arrived from France, Germany, Ireland, Scotland. Colonists come here looking for a new economic opportunity. Yeni bir economic opportunity, şans axtarırlar. Better work. Adeta onsuz da opportunity, education opportunity ola bilər və work opportunity ola bilər. İş opportunity, təhsil opportunity'si, şanslarda, yəni better work, yəni yaxşı bir iş axtarırlar, economic opportunity axtarırlar. Biz də bayaq opportunity sözü görmüşdük. Looking for a new opportunity. It's a bit hard for sliding it, unfortunately. Yes, I did it. Yes, okay. The third one, established since the United States establishment in late 1700'lər, yəni 1700'lərin sonlarında immigrant first wave Amerikan dalğası, immigrasiya dalğası took place, baş verir 1820-70-ci illərdə. Voyage, trip, travel, voyage bunlar sinonim sözlərdir. Immigrantlar deməli gəliblər Avropadan. Avropa, sanırım üçdə biri Irish'di, Chinese'di, immigrasiyadan danışırsa, demək immigrant olan cavablara baxsaq, despite economic problemlər görmədim. I haven't seen any economic problem actually here. They can work, işləmək üçün gəlirlər, zəngin olmaq üçün gəlirlər, amma economic problem var mı burada? No, I didn't see anything. European immigrants, yes, this one is correct because there is an immigrants, European, Irish, American, they are European immigrants. Okay. Flood immigrants wasn't always welcome. Deyir ki, axınları, immigrantların axınları həmişə deyir xoş qarşılanmır. Amerikada newcomerlar, yeni gələnlər deyir həmişə take away their jobs. Didn't like politics. Başqaları deyir political custom or religion'ı bəyənmir. Example, Irish people discriminated. Yes, we have seen discriminated. That's why we should use this one. I'm not mistaken. Suffered, yes. Chinese deyir həmçinin əziyyət çəkirdi böyük bir diskriminasiyadan. Okay, religious discrimination. This is more suitable. Okay, the next way you say immigration. For the greatest started or immigrated United States during the Southern Eastern anti-immigrant settlements during
Law qanun qoyur. Niyyətində idi ki, limitləndirsin immiqrasiyanı. Bizdə də var idi orada azaltmaq. Baxaq görək. Undesirable idi, arzu olunmaz idi. Literacy, immigration, reduced during the sharp decline, reduce, decline sinonim sözlərdir. Reduce, decline azalmaq deməkdir. Fall, limit qoyur, restrict yəni qadağalar, limitlər qoyur. Yeni qaydalar qoyursa, gəlin baxaq. Survival economic problem yox idi, prohibition yox idi. Measures to reduce, reduce sözü elə orada da var idi. Measures, ölçülər, hər hansı bir qaydalar, ölçülər qoyurlar. Okay. Deməli, limit, restrict, sinonimdir. Reduce, decline, synonymous. Okay. Sinonimdir. Third wave of immigration. İmmiqrasiyanın 3-cü dalğası deməli 1965-də başlayır. Bu günə qədər davam edir. Asiya countrylərindən gəlib. Number of these immigrants, bunlar yerləşiblər East Midwestdə. However, many others moved to California. Amma deyir ki, bəziləri köçüblər Kaliforniyaya. Deməli, kimlərdən danışır? Amerika ölkələrindən köçməklərindən danışır. Yes, American. Altmışlarda, yes, əslində 60'larda, yes, and Amerikaya köçməklə danışırsa, yes, American immigration, 60-cı əsrlər, 60'larda, 1960'larda. Okay, the last one. Most immigrants have to America, hope building later life. Deyir ki, yaxşı həyat qurmaq ümidi ilə gəlirlər. Sonra amma deyir ki, burada deyir insanlar ona nifrət edir artıq. Onlar deyir ekonomik problemlərdən qorxurlar. Cultural impact deyir ki, culture it means that mədəniyyət təsir edir yeni gələnlərə, diskriminasiya olur, ekonomik downfall, ekonomik düşmə yaşayırlar, krisis yaşayırlar, negativ effekti olur immigration'ın. Yes, elə ekonomik problemlər bunlardır da. Yeah, that's all. It's so easy from my point of view. Okay, extra heading is this prohibition of slavery. Yeah, let's check it. Can we check it? Yeah, looking forward. Okay, what have we been learning from here? Looking forward, opportunity it means that şans, imkan. Look for, axtarmaq. Looking forward, forward isə səbirsizliklə gözləmək. They have differences between them. Sonra jail, türmə. Sonra baxaq görək nə var burada. Tutulmaq, capture, slavery, qul, ship göndərilib, koloniyalar. İmmigrantlardır, immigrantlardan bəhs olunur. Avropadır, Amerikadır, qaçmaqlarının plague artmaqları və s. Deyir ki, onlar gəlirdilər, zəngin olsunlar. Religious discrimination'da discrimination vardı burada. Deməli, discrimination nə oldu? Ayrı seçkilik oldu. Measures, ölçülər qoymaq, deməli, law qoydu, qadağa qoydu. Sonra decline oldu. Demand tələb olundu. Foreignerlər, okay. American immigration'ları isə Amerikan countrylərə köçüblər. Come from. Most immigrantlar deyir gəlirdilər Asiya ölkələrindən, South Amerikandan, daha doğrusu Amerikaya köçmürlər, Amerikadan gəlirdilər. Most immigrantlar come to America, hope building better life. Daha yaxşı bir həyat qurmaq üçün gəlirdilər, amma deyir çətinliklər. However varsa artıq bir çətinliklə uğraşıblar, görüblər çətinliklər. That's all. I hope you are going to learn some new words or some synonyms from this video.